Bax, təsəvvür et ki, sənin masanın üstündə çox vacib bir sənəd var. Altından xətt çəkilmiş bir rəqəm, amma qapının ağzında saniyələri sayan bir saat qoyulub. Biz futbolda bilirsən də həmişə sadiqlikdən, kluba bağlılıqdan danışmağı sevirik. Aha, amma əsl oyun çox vaxt o sənədlərin incə detallarında gedir. Dəqiq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bugünkü dərin təhlilimizdə sənin üçün məhz belə bir qəliz vəziyyəti, Jose Mourinho'yu və onun Portuqaliyanın Benfica klubundakı gələcəyini müzakirə edəcəyik. Və təbii ki, o qəribə 10 günlük müqavilə detalını da. Məqsədimiz də elə budur. O Real Madrid və Juventus şayələrini tam çılpaqlığı ilə ortaya qoymaq. Çünki kənardan baxanda hər kəs elə bilir, o artıq çamadanlarını yığıb. Hə, çünki bu cür nəhəng klublarla adı hallananda adətən gedişat bəlli olur. Amma biz faktlara diqqət yetirməliyik. Bu, sanki sən çox uğurlu bir müstəqil film çəkdiyin halda, hamının səndən ancaq növbəti Hollywood blockbusterinin nə vaxt çəkəcəyini soruşmasına bənzəyir. Çox gözəl bənzətmədir, amma Mourinho bu iddiaları, yəni şayələri tamamilə təksib edir. Adam açıq şəkildə bildirir ki, hazırki yeganə hədəfi Benfica'nı Çempionlar Liqasına daşımaqdır. Doğrudan. Yəni, o qədər söz-söhbətin heç bir əsası yoxdur. Bax, nəzər alaq ki, komanda hazırda Avropada öz liqasında məğlubiyyəti olmayan yeganə klubdur. Burada ən heyranedici olan odur ki... Wow, yeganə klubdur. Bəli, və ən əsası, qarşıdakı cəmi 3 maçı qazansalar, birbaşa Çempionlar Liqasında iştirak hüququ əldə edəcəklər. Bəs bütün bunlar nə deməkdir? Yəni, əgər meydanda işlər bu qədər düsursuz gedirsə və məşqçinin ağlında yalnız Benfica varsa, arxa planda bizi təəccübləndirəcək nə var? Bax, rəsmi müqavilə 2027-ci ilə qədərdir. Yəni, kağız üzərində hər şey qaydasındadır. Uzun müddətdir. Bəs bu qaçış şailələri hardan qaynaqlanır axı? Çünki 2027-ci il rəqəmi sadəcə vitrindir. Bunu daha geniş mənzərə ilə əlaqələndirsək, sözləşmədə təxminən 3 milyon avroluq qarşılıqlı xitam maddəsi var. Gözdə. 3 milyon avro. Bizim pullardası 6 milyon manat edir. Müasir futbol üçün bu rəqəm, yəni, çox cüzi deyil. Əsl maraqlı məqam isə buradadır, yəqin. Düz tapdın. Ancaq əsas məsələ həmin o məbləğ deyil. O maddənin çox spesifik bir aktivləşmə pəncərəsi var. Sözləşməyə əsasən, bu maddə yalnız mövsümün son oyunundan sonraki 10 gün ərzində qüvvədədir. Nə? Cəmi 10 gün? Yəni, o xitam maddəsi mövsümün ortasında ya da yay transfer pəncərəsinin sonunda işləmir. Sadəcə 10 gün. Yəni, zamanla yarış var da. Tamamilə. Axı, niyə bir klub və ya məşqçi belə dar bir çərçivəyə razılaşsın? Bu lap şeyə bənzəyir. Böyük bir texnologiya şirkətində rəhbərlik sənə deyir ki, başqa yerə gedəcəksənsə, hesabatdan sonra cəmi 10 gün vaxtın var. Yoxsa otur yerində. Bəli. Klub tərəfindən baxanda bu, bilirsən də, tamamilə bir qorunma mexanizmidir. Təsəvvür et, Benfica yay təlim məşq toplanışına xaos içində başlamaq istəmir. Aha, təbii ki. Əgər məşqçi gedəcəksə, bunu mövsüm bitən kimi dərhal etməlidir ki, klub yeni axtarışlara, transfer planlarına vaxtında başlaya bilsin. Yaxşı, klubu başa düşdüm, amma məni düşündürən başqa şeydir. Jose Mourinho karyerası boyu müqavilə danışıqlarında heç vaxt zəif tərəf olmayıb. O niyə öz əllərini bağlayacaq belə bir vaxt məhdudiyyətinə qol çəksin? Cəmi 10 gün ona bazarlıq etmək üçün çox az deyil. Əsl strateji gediş də elə buradadır. Sənə elə gəlir ki, bu Mourinho-nu məhdudlaşdırır, amma əslində bu psixoloji bir sipərdir. Futbolda mövsüm ərzində medianın təzyiqi inanılmaz dərəcədə olur. Aha. Bu maddə ona mükəmməl bir bahanə verir. O bütün mövsüm boyu mətbuata deyə bilir ki, mənim çıxış yolum yoxdur, müqaviləm var, ancaq komandanı düşünürəm. Vay, bu çox ağıllıdır. O bununla azarkeşlərin qarşısında tam sadiq görünür. Elədir. Həm sadiq görünür, həm də komandanı kənar səsküydən qoruyur. Bir dəqiqə, deməli sən deyirsən ki, bu məhdudiyyət sadəcə diqqəti yayındırmaq üçündür. Bütün mövsüm diqqətli görünmək, amma o gizli 10 günlük pəncərə açılan kimi artıq masada təkliflər hazır olur. Yəni, təbii ki. Məsələn, Real Madrid və ya Juventus elə bilirsən o 10 günü gözləyib sıfırdan danışa başlayacaqlar. Təbii ki, yox. Hər şey aylar əvvəldən kulislərdə danışılmış ola bilər. Tamamilə mümkündür. O 10 günlük pəncərə sadəcə rəsmiyyət üçün düyməyə basmaq anı ola bilər. Mövsüm bitən kimi o gizli saat işə düşəcək. Maraqlıdır.
Deməli, hazırda yeganə hədəf Çempionlar Liqası və o qarşıdakı 3 oyundur. Amma o oyunlar bitdikdən sonraki 10 gün bəlkə də bütün mövsümdən daha çox gərginlik vəd edir. Mütləq elə olacaq. Bax, sən özün üçün bunu bir düşün. Biz həmişə idmanda sadiqlikdən romantik şəkildə bəhs edirik. Amma müasir futbolda o böyük adları bir yerdə tutan şey sadəcə sevgi yox, bəlkə də müddəti bitmək üzrə olan ustalıqla dizayn edilmiş gizli taymerlərdir. 3 milyon avro kimi kiçik rəqəmlər böyük məşqçilərin hər ehtimala qarşı öz qaçış qapılarını aralı saxlamaq usuludurmu? Növbəti dəfə oyun izləyəndə pərdə arxasında hansı saatların saniyələri saydığını xatırla. Gələn dəfəyədək.